Bismillahirrahmanirrahim. Və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi və səlləm təsliman kəsiran ilə yevmiddin əmmə ba'd. Əziz müsəlmanlar, hər kəs Allah Azza və Cəllənin kitabını oxumalıdır və o kitabı tədəbbür eləməlidir. Bugünkü gündə bizim mövzumuz Mülk surəsi haqqında olacaqdır. Mülk Quranda ən əzəmətli surələrdən biridir. Və Allah Azza və Cəllə bu surəyə Təbarəkə ilə başlayır. Buyurur ki, Təbarəkəlləzi biyədihil mülk. O deyir, Təbarək olan Allahın əlindədir mülk. Təbarək nədir? Təbarək şəni uca olan, hörməti uca olan, yalnız Allaha belə deyək, nisbət olunan bir tərifdir. Yəni, Allahdan başqasına Təbarəkə demək olmaz. Yalnız Allaha demək olar ki, Təbarəkə. Və Allah Azza və Cəllə Quran-ı Kərimdə özün ən yaxşı sözlə tərifləyir. Deyir, Təbarəkəlləzi biyədihil mülk. O Təbarək olan Allahın əlindədir mülk. Və biz Quranda digər ayələrə fikir verdikdə, Allah Azza və Cəllə ən əzəmətli şeylərə Təbarəkə ilə başlayır. Məsələn, buyurur ki, Təbarəkəlləzi Nəzzələl Furqan. O deyir, Təbarək olan Allah Furqanı nazil etdi. Və başqa bir ayədə buyurur ki, Təbarəkəlləzi cəalə fis-səmə'i burucan. O Təbarək olan Allah səmanı ulduzlarla bəzədi. Yəni, səmada ulduzlar yaratdı. Və Allah Azza və Cəllə buyurur ki, mülk mənim əlimdədir, çünki mən Təbarəkəyəm. Çünki mənim bərəkətim davamlıdır, mənim bərəkətim tükənməzdir. Mən Təbarəkəm, Quranı nazil etdim. Mən Təbarəkəm, göydə ulduzlar yaratdım. Mən Təbarəkəm, göyü və yeri yaratdım və onların içindəkiləri yaratdım. Yəni, Allah Azza və Cəllə buyurur ki, sizin Rəbbiniz olan Allah Təbarəkdir. Yəni, bərəkəti boldur, şəni ucadır, hörməti çox böyüdür. Çünki onun əlində mülk var. Deyir, Təbarəkəlləzi biyədihil mülk. O Təbarək olan Allahın əlindədir mülk. Mülk nədir? Mülk, Allahdan başqa nə vardırsa hər şey mülkdür. 7 qat səma, onun içindəkiləri, yer, onun içindəkiləri, göylə yer arasında nə qədər məxluq vardırsa, hamısı Allahın mülküdür. Yəni, Allah özünü tərifləyir. Deyir, Təbarək olan Allahın əlindədir mülk. Yəni, Allah özünü tanıtdırır. Qullarını özünü tanıtdırır ki, sizin Rəbbiniz çox böyükdür, çox ucadır və bütün mülk onun əlindədir. Nə vardırsa, ins, cin, mələklər, bütün bəşər, hər bir şey deyir, mənim mülkümdür. Bizə özünü tanıtdırır. Deyir, Təbarəkəlləzi biyədihil mülk. Və sonra buyurur ki, və huvə alə kulli şeyin qadir. O Təbarək olan Allah, bütün mülk əlində olan Allah hər şeyə qadirdir. Bizim Rəbbimiz hər şeyə qadirdir. Allah buyurur ki, ey qullarım, mən Allah olaraq hər şeyə qadirəm. Elə bir şey yoxdur ki, ona qadir olmayıb. Sən bir insan olaraq bir düşün, bir müsəlman olaraq düşün, sənin Rəbbin nələrə qadir deyil. Allah deyir ki, ey qulum, anla, dərk elə, təfəkkür elə, tədəbbür elə ki, mən hər şeyə qadirəm, istədiyimi edənəm, istədiyimi etməyi bacaranam. İstədiyin Allah Azza və Cəllə sadəcə iradə eləyir. Bir şey istəyir, o da dərhal olur. Necə ki, Quran-ı Kərimdə keçir, Allah buyurur ki, o bir şeyin olmağını istədikdə ona deyər, ol, o da dərhal olar. Allah Quran-ı Kərimdə buyurur ki, Təbarəkəlləzi biyədihil mülk və huvə alə kulli şeyin qadir. O Təbarək olan Allahın əlindədir mülk və o hər şeyə qadirdir. Nə vardırsa hər şeyə qadirdir. Yəni, Quran tədəbbürlə oxuduqda görürük ki, hər ayədə bizə bir mesaj var. Hər ayədə bizə bir nəsiyyət var. Hər ayədə Allah özünü bizə tanıtması var. Müsəlman ona görə Allahın kitabını oxuyarkən tədəbbürlə oxumalıdır, düşünərək oxumalıdır. Ayələrin üzərindən keçməməlidir. Allahın o ayədə muradını bilməlidir. Sonra Allah Azza və Cəllə buyurur ki, o Allah, hansı ki Təbarəkdir, hansı ki bütün mülk əlindədir, burada Allah qüdrətin bizə göstərir, qüvvətin bizə göstərir, gücün bizə göstərir. Və sonra buyurur ki, hər şeyə qadirdir. Sonra da buyurur ki, Əlləzi xalaqal mevtə vəl həyətə.
Sizin o tabarok olan Rəbbiniz, Məlik olan Rəbbiniz, hər şeyə qadir olan Rəbbiniz xalaqa, yarattı. Əlləzi xalaqa. O tabarok olan Allah yarattı. Allah nə yaradıb? Belə də nə yaratmayıb ki? Hər şeyi o yaradıb. Hər bir şey o yaradıb. Və Allah Azza və Cəllə bütün yaradılışı, göylər və yerlər, belə deyək, dünya yaranmamışdan 50 min il əvvəl təqdir eləyib. Təqdir eləyib ki, filan kəs dünyaya gələcək, ona ölçü verib, biçim verib, planlaşdırıb, təqdir budur. Allah Azza və Cəllə bütün insanlığın, talehin, qədərin 50 min əvvəl təqdir eləyib, xəlq eləyib. Allah buyurur ki, mən yaradanam. Hər şey yaradandır. Nələr yaradıb, nələr yaradıb. Yəni, onun yaradılışına baxdıqda, həqiqətən də yəni, insanın qəlbi titrəyir. Onun yaradılışından biri insan övladı. Allah Quran-ı Kərimdə buyurur ki, və fi ənfusikum əfələ tubsirun. Məgər özünüzə baxmırsınızmı? Özünüzə baxmırsınızmı? Yəni, Allahın ayətlərini baxmırsınızmı? Ayətlərin nişanələrinə baxmırsınızmı? Özünüzü görmürsünüzmü? Gözünüzü, qulağınızı, dilinizi, əlinizi, ayağınızı görmürsünüzmü? Orqanlarınızı görmürsünüzmü? O sizi necə yaradıb? Necə gözəl yaradıb? Əlləzi xalaqa. O tabarak olan Allah, Məlik olan Allah, qadir olan Allah, xaliq olan Allah sizi yaradıb. Və sizin özünüzdə Allahın varlığı üçün, Allahın mövcudluğu üçün, Allahın hər şeyə qadir olması üçün dəlillər vardır. Adi öz dilinə bax, dilinə, o danışan dilinə bax. 30-40 qram dilim var. Allah Azza və Cəllə o dildə milyonlarla dad yaradıb, dad. Sən bir meyvə yiyirsən, deyirsən bu almadır, bilirsən, bu armuddur, bilirsən, bu çeyləkdir, bilirsən, bu gilasdır, bilirsən. Balaca bir dildə o qədər sistem yaradıb ki, insan dəhşətə gəlir. Bu balaca bir burnunda o qədər qoxu yaradıb ki, adam dəhşətə gəlir. Və bunlarda hamısının, bunlarda bu qoxunu hiss eləməkdə, bu dadı bilməkdə Allahın nə qədər böyük yaradıcı olmağı bizə bir göstəricidir. Biz görürük ki, bizim Rəbbimiz xaliqdir, sonra da xallaqdır. Xallaq nədir? Xaliq yaradandır. Bəs xallaq nədir? Xallaq hər an yaradandır. Hər an yaradır. Hər an. Elə bir an yoxdur ki, o yaratmasın. Hər an yaradır. Və səndə bu dəqiqə nəsə yaradır. Daxili orqanlarında nəsə yaradır. Nəsə tənzimləyir, nəsə yeniləyir, nəsə gətirir, nəsə düzür, qoşur. Vallahi billahi. Ona görə Allah Azza və Cəllə bu o xallaqdır. Xaliqdir, yaradandır, bir də xallaqdır. Siğatül mübalağa, yəni hər an yaradandır. Hər an. Elə bir an yoxdur ki, o yaratmasın. O buyurur ki, Əlləzi xalaqal mevtə vəl həyətə liyəbluvakum. O yaradan Allah həmçinin də ölümü yaratdı, sonra da həyatı yaratdı. Birinci Allah ölümü deyir. Bir yaradan ölümü yaratdı. Yəni, ey insanlar, bilin ki, ölüm bir məxluqdur. Ölüm bir yaradılışdır. Ölümün bir qayəsi var. Allah ölümü vurğulayır. Həyatı birinci vurğulamır. Birinci ölümü vurğulayır. Əslində biz həyata gəlirik, sonra ölürük. Amma Allah burada birinci bizə ölümü xatırladır. Niyə ölümü xatırladır? Yəni, vurğulayır ki, ey insan, öləcəksən. Ey insan, bu dünyadan köçəcəksən. Ey insan, mənim huzuruma gələcəksən. Ey insan, mənim vədim haqdır. Ey insan, mənim vədimi belə deyək, boşu-boşu sanma, boşu-boşuna sanma. Mənim vədim haqdır. Ölüm haqdır. Ahirət haqdır, qiyamət haqdır, cənnət haqdır, cəhənnəm haqdır. Ey insan, dərk elə bunu, anla. Vurğulayır Allah Azza və Cəllə. Allah ölümü yaradıb. Sonra da həyatı yaradıb. Bizim yaşayışımız, nəfəs almağımız, yeməyimiz, içməyimiz hamısı həyatdır. Ya Rab, ey tabarak olan Rəbbim, ey Məlik olan Rəbbim, ey qadir olan Rəbbim, ey xaliq olan Rəbbim, ey ölümü və həyatı yaradan Rəbbim, nə üçün yaratmısan? Nə üçün yaratmısan bunları? Allah buyurur ki, liyəbluvakum. Sizi imtihan etmək üçün. Ölümü və həyatı yaratdım ki, sizi imtihan eləyim. Liyəbluvakum. Sözün kökü bəlvadır.
Bəlva nədir? Yəni, insanı var dövlətlə və yaxud da kasıbçılıqla imtihan edir. Bəlva sözünün kökü budur. Ya insanı neymətlə, var dövlətlə imtihan edir, ya kasıbçılıqla imtihan edir, ya xəstəliklə imtihan edir, ya yoxsulluqla imtihan edir və s. və s. Hər bir cür imtihan edir Allah Azza və Cəllə. Belə desək, yoxsulluq və neymətlə Allah Azza və Cəllə bizləri imtihan edir. Buyurur ki, liyəbluvakum. Bilin ki, o qüdrətli, qüvvətli, güclü olan Allah sizi imtihan etmək üçün yaradıb. Ey insan, düşün, bil. Liyəbluvakum əyyukum əhsənu əmələ. Hansınızın daha gözəl əməl etdiyini yoxlasın. Orada əhsənu əmələ deyir. Əhsən nədir? Əhsən burada demir Allah, hansınız daha çox əməl edəcəksiniz. Yox, belə demir. Deyir ki, hansınız daha gözəl əməl edəcəksiniz. Əhsən burada ixlasdır. Hansınız daha ixlaslı əməl edəcəksiniz. Və əməl də sünnəyə, Peyğəmbər sallallahu aleyhi və səlləmin əməlinə müvafiq olmaqdır. Hansınız daha səmimi və daha Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə bağlı olacaqsınız, onun etdiyi kimi edəcəksiniz. Bunun üçün sizi yaratmışam ey insanlar. Sonra buyurur ki, o imtihan edən Allah, huval aziz, azizdir. Bilin, o azizdir. Burada Allah bizə bir mesaj vermək istəyir, bir xatırlatmaq etmək istəyir ki, o imtihan edən var ha, azizdir, aziz. Yəni, çox güclüdür, çox qüvvətlidir, məğlub edilməzdir. Heç bir şey onu məğlub edə bilməz. O imtihan edirsə, deməli, onun qüdrəti var, qüvvəti var, gücü var, izzəti var. Bizə vurğular, yəni qorxun, o azizdir. Azizun zuntiqam, aziz və intiqam sahibidir. Sonra arxası da buyurur ki, qafurdur. Və huvel azizul qafur. Çox qorxma, çox qorxma. Eyni zamanda o qafurdur. Günahları çox bağışlayandır. Var qafir, var qafur, bir də var qaffar. Qafir bağışlayandır, qafur isə çox bağışlayandır. Yəni, bağışlamaqdan usanmayandır. Ey qulum, sənin Rəbbin izzətlidir. Eyni zamanda da bağışlayandır, qorxma. Bil ki, o izzətlidir, məğlub olunmazdır. Amma eyni zamanda bil ki, o bağışlayandır. Yəni, Allah Azza və Cəllə Mülk surəsinin 1-ci ayəsində, 2-ci ayəsində bizə öz qüvvətindən danışır, izzətindən danışır, öz böyüklüyündən danışır. Hətta qul Allahı tanısın. Sonra keçir Allah Azza və Cəllə özündən danışdıqdan sonra keçir 3-cü ayəyə. Deyir ki, Əlləzi xaləqə səbə səməvatin tibəqa. O tabarak olan Allah 7 qat səmanı üst yaratdı. Yəni, Allah Azza və Cəllə öz əzəmətindən danışdıqdan sonra ən əzəmətli məxluqundan bizə misal verir. Bizim gördüyümüz, bu dünyada, gördüyümüz ən əzəmətli məxluq səmadır. Ondan böyük, bu dünyada biz məxluq görmürük. Gözümüzün gördüyü yerdən də böyük, günəşdən də böyük, aydan da böyük, dağlardan da böyük, saylardan, dənizlərdən, okeanlardan da böyük səmadır. Allah bizə demədi ki, baxın, o Allah dağı yaratdı, o Allah okeanı yaratdı, o Allah yeri yaratdı. Burada bizə misalı göyü verir. Deyir ki, o Allah səmanı yaratdı. Yəni, səmanı yaratmaq üçün bir qüdrət lazımdır, bir güc lazımdır. Yəni, insan baxıb səmaya, baxsın ki, mənim Rəbbim nə qədər əzəmətlidir. Səma çox böyükdür də, yəni təsəvvür edirsən. Ən azından səmada bir günəş var. Günəş, belə deyək, dünyavi elm alimləri deyirlər ki, yerdən 1 milyon 300 dəfə böyükdür. Günəş yerdən 1 milyon 300 dəfə böyükdür. Və günəş ən balaca ulduzdur. Ən balaca ulduzdur. Təsəvvür edirsiniz. Görün, Allahu Akbar. Yəni, Allah nə qədər böyükdür də. Və birinci, belə deyək də, bu səmada, bizim qalaktikamızda Allah bilir daha doğrusun, deyirlər 300-400 milyon ulduz var. 300-400 milyon ulduz var. Say hesabını Allah bilir dəqiq yəni. Say hesabı yoxdur, belə deyək də, yəni Allahu Akbar. Və ən balaca ulduz da günəşdir. Görün, Allah nə qədər əzəmətlidir, nə qədər böyükdür. Allahu Akbar. Böyüklüyünün həddudu yoxdur da. Deyir ki, o sizin Rəbbiniz səmanı yaratdı, səmanı. Və onu üst-üst yaratdı.
Çox qüvvətlidir, yəni gücün göstərmək istəyir bizə, gücün, qüvvətin. Çox güclüyəm. Baxın, səmanı yaratdım. Əl-ləzi xaləqə səb'ə səməvatin tibəqa. Sonra buyurur ki, fərci'il basara həl tara min futur. Bax ora deyir, bax, səmaya bax deyir. Gör orada bir çatlaq tapa bilərsənmi? Gör bir çatlaq tapa bilərsənmi? Yəni çat deyəndə bizi belə deyək, o divar çatı falan bu söhbət deyil. Orada çat, bir nizamsızlıq tapa bilərsənmi? Ey insan, gözünlə bax, müşahidə apar. İstəyirsən mikroskopla bax, texnologiya ilə bax, nə ilə baxırsan bax. Mümkün deyil Allahın nizamında bir qüsur tapasan, bir nöqsan tapasan. Fərci'il basara həl tara min futur. Bir başını qaldır ey insan övladı. Bax gör, Rəbbin nə əzəmətli bir məxluq yaradıb, nə böyük bir məxluq yaradıb. Orada bir nizamsızlıq tapa bilərsənmi? Buyur ki, fərci'il basara karrateyn. Bax, bax, bax. Burada karrateyn gedir, yəni 2 dəfə bax. Ərəb dilində yəni çox bax. Çox bax. Nə qədər baxırsan bax. 10 dəfə bax, 100 dəfə bax, milyon dəfə bax. Fərci'il basara karrateyn yanqalib ileykəl basaru xasiyyən və huve hasir. Nə qədər baxırsan bax, gözün yorğun halda sənə qayıdacaq və o ümidsiz olacaq. Gözün yorulacaq. Nə qədər baxsan da, ölənə qədər baxsan da Allahın yaratdığında heç bir nöqsan tapa bilməyəcəksən və ümidsiz olacaqsan, gözün yorulacaq və sənə çevriləcək. Yoxdur. Buludlarda, günəşdə, ulduzda, ayda və digər planetlərdə heç birində bir qüsur yoxdur. Dəhşətli bir nizam içindədir hamısı. Sonra buyurur ki, وَلَقَدْ زَيَّنَّ السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحِ. Və deyir biz, ey insanlar, göyü ulduzlarla bəzədik. Göyü ulduzlarla bəzədik. Yəni, ayənin əvvəlinə qayıdım. Allah buyurur ki, tabarək olan Allah, bütün mülk onun əlindədir. O hər şeyə qadirdir. O hər şeyi yaradandır. Ölümü və həyatı o yaratdı. O azizdir. O qafurdur. Çox bağışlayandır. Və 7 qat səmanı yaratdı. Və sonra isə səmanı ulduzlarla bəzədi. Allah Azza və Cəllə səmanı ulduzlarla bəzəyib. Yəni burada Allah bizə yenə qüdrətini göstərir. Yəni bir ulduzlar haqqında düşün, bir fikirləş. Gör Allah Azza və Cəllə nə əzəmətli məxluqlar yaradıb, nə gözəl yaradıb. Allah nə üçün ulduzları yaradıb? Biz baxaq, ləzzət alaq səmadan. Bəzəyib Allah Azza və Cəllə səmanı. Gözəl bəzəyib. Sonra Allah Azza və Cəllə qeybin qorumaq üçün ulduzları yaradıb. Çünki şeytanlar və cinlər qeyb aləmindən bir şey uğramasın deyə ulduzlardan yanar od onları vurur. Şihəb var, şihəb, yanar od var, onları vurur. Sonra da yol göstərmək üçün, insanlara yol göstərmək üçün ulduzları yaradıb. Və çox böyük məxluqlar da, ulduzlar çox böyük məxluqlar. Yəni, onların belə deyək də, sahəsini heç kim bilmir. O qədər əzəmətlidirlər. Yəni, onlar belə deyək, çırağı sönsə, işığı sönsə, neçə min ildən sonra o ulduz sönə bilir. Təsəvvür, heç kim ulduzu görə bilməz. Sadəcə ulduzun işığını görür. Ulduzun bir işığını görürük. Allah buyurur ki, o Allah səmanı ulduzlarla bəzədi. Allahu Akbar. Sonra Allah Azza və Cəllə buyurur ki, bundan sonra لِلَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ وَبِئْسَ الْمَصِيرِ. O şəxslər ki, Rəblərini inkar etdilər. Burada Allah demədi ki, o şəxslər ki, Allahı inkar etdilər. Rəbb adını seçir. Rəbb nədir? Rəbb yaradan, Rəbb tərbiyə edən, Rəbb yaşadan. Allah buyurur ki, ey qulum, bax səni yaradan Rəbb, səni yaşadan Rəbb, səni tərbiyə edən Rəbb, səni ruzlandıran Rəbb. Nə üçün onu inkar edirsən? Nə üçün ona inanmırsan, onun kitabına inanmırsan, onun rəsullarına inanmırsan, onun dəvətçilərinə inanmırsan? Nə üçün? O buyurur ki, لِلَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ.
O şəxslər ki, Rəbbin ləblərini inkar edirlər, onlar üçün əzab vardır. Əzab. Və lillezine kəfəru bi rabbihim azabu cəhənnəm. Cəhənnəm əzabı var. Və bi'səl masir. Və ora necə də pis dönüş yeridir. Necə də pis dönüş yeridir. Yəni Allah Azza və Cəllə birinci bizi düşünməyə dəvət edir. Düşünməyə. Yəni məlik olan Allahı düşün. Hər şeyə qadir olan Allahı düşün. Hər şey yaradan Allahı düşün. O aziz olan Allahı düşün. Qafir olan Allahı düşün. Səmaları yaradan, səmada ulduzları yaradan Allahı düşün. Bir tədəbbür elə, bir təfəkkür elə. Bax onun yaratdıqlarına. Bax, nə qədər yaratdıqları var. Hamısına bax. Orada bir qüsur tapa biləcəksənmi? Sonradan başlayır insana. Ey insan, belə bir Rəbbi inkar etmək olarmı? Belə bir xaliqi, belə bir raziqi, belə bir məliki, hər şeyə qadir olanı inkar etmək olarmı? Əlbəttə ki, olmaz. Ona görə Allah Azza və Cəllə buyurur ki, o şəxslər ki, Rəblərini inkar etdilər, həqiqətən də onlar üçün cəhənnəm əzabı vardır. Ona görə əziz müsəlmanlar, Allah Azza və Cəllənin kitabın təfəkkürlə oxumaq lazımdır. O kitab insanın qəlbini oyadır. O kitab insanın bəsirətini açır. O kitab insanın xuşusunu artırır. O kitab insana Rəbbini tanıtdırır. Ona görə Qurandan uzaqlaşmayın. Quranı çox oxuyun. Tədəbbür edin o kitabı. Yəni Quran ola başqa kitablara Qurandan daha çox ehtimam göstərmək, daha çox diqqət ayırmaq bir müsəlman üçün ayıbdır. Sən Rəbbinin kitabını oxu, onu tam dərk elə, onu anla. Orada olan sözlər, hər sözün bir məqsədi var. Hər söz orada bir qayəni bizə açıqlayır. Belə olduğu halda sən Allahı daha gözəl tanıyacaqsan və daha gözəl ona ibadət edəcəksən və əsas məqsədini yerinə yetirmiş olacaqsan. Bu qədər. Allah bizə faydalardan etsin.